uşaq pulu dilənənlərdən bezdim artıq. Uşaq pulu verilən kimi pul xarici korporasiyalara gedəcək və inflyasiya qat-qat çoxalacaq. İzləyici rəy və cavabım rubrikasına xoş gəlmisiniz. Əvvəla müzakirə etikası çərçivəsində qalmağınızı xahiş edirəm. Təhqir arqumentlərinizi gücləndirmir. Birinci, inflyasiyanın idxalı və ixracı məsələsi. Bəli, Amerika dolları dünya ehtiyat valyutası olduğu üçün onlar inflyasiyanı ixrac edə bilirlər. Bəli, biz neft asılılığı olan ölkə kimi inflyasiyanın bir hissəsini idxal edirik, xüsusilə ərzaq inflyasiyasını. Amma daxili istehsalı və dövriyyəni düzgün tənzimləməklə bu təsiri azaltmaq mümkündür. Uşaq pulunu sadəcə pul paylamaq kimi yox, demoqrafik təhlükəsizliyə və gələcək işçi qüvvəsinə investisiya kimi düşünmək lazımdır. Avropanın azalan əhalisi bugün onlar üçün ən böyük iqtisadi yükdür. İşçi çatışmazlığı və yaşlanan əhali problemi ilə üz-üzədirlər. İkinci, uşaq pulu verilən kimi o pul xarici korporasiyalara gedəcək və inflyasiya qat-qat artacaq. Uşaq pulu elə bir astronomik rəqəm deyil axı, o hiperinflyasiya yaratsın. Pulun xarici korporasiyalara getməsi məsələsinə gəldikdə isə bu yanaşma ilə ona görə ölkədə heç kimə maaş və pensiya verilməsin ki, insanlar maaş alan kimi xarici məhsullarla bazarlıq eləyəcək və pul xaricə gedəcək. Bu çox gülməli arqumentdir. İqtisadiyyat belə işləmir. Pul ailəyə gəlir, ailə onu dükana verir, dükan işçisinə maaş verir, həmin işçi evinə çörək alır. Pul dəfələrlə əl dəyişdirir. Buna multiplikator effekti deyilir. Ayrı bir məsələ, uşaq pulu verilməsə də insanlar həmin o məhdud büdcələri ilə yenə də həmin xarici korporasiyalardan məhsullarını onsuz da alırlar. Uşaq pulu verilsə bu sadəcə ailələrin alıcılıq qabiliyyətini artırır və daxili bazarda canlanma yaradır. Pulun xarici korporasiyalara getməsinin günahı uşaq pulunda yox, daxili istehsal zəncirinin qırıq olmasının problemidir. Üçüncü bir məsələ, uşaq pulu xərcləri iqtisadiyyatı yavaşladır. Bu fikir iqtisadi baxımdan kökündən yanlışdır. Uşaq pulları adətən aşağı gəlirli ailələrə nəzərdə tutulur. Aşağı gəlirli ailələrə verilən pullar isə dərhal dövriyyəyə daxil olur. İqtisadiyyatda marginal propensity to consume, marjinal istehlak meyliliyi anlayışı var. Yəni iqtisadiyyatda gəlirin hər bir vahid artımının nə qədərinin istehlaka yönəldiyini göstərən bir göstəricidir. Sadə dillə desək, əgər sizin gəliriniz 100 manat artıbsa, onun 80 manatını xərcləyib 20 manatını kənara qoyursunuzsa, sizin MPC göstəriciniz 0,8-dir. MPC adətən 0 və 1 arasında olur. Aşağı gəlirli ailələrdə MPC həmişə yüksək, yüksək gəlirli ailələrdə isə MPC həmişə aşağı olur. Yəni aşağı gəlirli ailələrə pul əlavə gələndə onlar bunu dərhal istehlak eləyirlər. Yəni uşaq pulu verilsə, bu dərhal xərclənəcək. Bu da pulun dövriyyə sürətini artırır, nəinki yavaşladır. Uzun müddətli perspektivdə isə sağlam və təhsilli böyüyən uşaqlar gələcəyin vergi ödəyiciləridir. Milton Friedmana gəldikdə isə Friedmanın nəzəriyyəsi koloniyalar üzərində yox, fərdin azadlığı üzərində qurulub. Şərhçinin onun müstəmləkəçiliklə əlaqələndirməsi, sadəcə bu adları hardasa eşidik, amma nə yazır?